İsrail İrana qarşı geniş miqyaslı zərbələri yeni dalğasına başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilir ki, İran rejimi ilə əlaqəli infrastruktur obyektlərinə qarşı İranın paytaxtı Təhran və ölkənin digər bölgələrində geniş miqyaslı hava hücumlarının yeni mərhələsi başlanıb. Qeyd olunur ki, ötən həftə ərzində İsrail İran ərazisinə təxminən 3400 zərbə endirib. İsrail Müdafiə Qüvvələrinin sözcüsü bildirib ki, 150-dən çox İran hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib. Hazırda isə İsrail əməliyyatın növbəti mərhələsinə keçərək rejimin əsas istehsal obyektlərinə hücumları genişləndirir. Bu arada ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumata görə İranla müharibədə 7-ci Amerikalı hərbçi həlak olub. Livanın cənubunda partlayış səsləri eşidilib. Hadisə Sidon şəhərinin cənubunda Fələstinli qaçqınların düşərgəsi yaxınlığında baş verib. BBC-nin məlumatına görə İsrail yerli vaxtla saat 16:30-da düşərgə yaxınlığına 2 yeni zərbə endirib. Nəticədə bir neçə mülki şəxs və Livan ordusunun bir əskəri yaralanıb. Livanın Sosial Müdafiə Nazirinin sözlərinə görə ölkədə məcburi köçkünlərin sayı artıq yarım milyonu keçib. Məlumata görə İsrail Livanın cənubunda yaşayan əhaliyə yaşayış yerlərini tərk etməyə çağırış edib və bunu Hizbullah obyektlərinin bombalanması ilə əsaslandırıb. İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə son 24 saat ərzində Livan ərazisinə 100-dən çox hava zərbəsi endirilib. ABŞ prezidenti Donald Trump İranın ali lideri vəzifəsinə Moştaba Xameneyinin təyin olunmasından narazıdır. O, bu barədə Fox News kanalına müsahibəsində bildirib. Müharibənin başa çatması məsələsinə gəlincə, Ağ Evin rəhbəri qeyd edib ki, qərar qarşılıqlı şəkildə qəbul ediləcək və bu barədə İsrailin baş naziri Benjamin Netanyahu ilə birlikdə qərar veriləcək. ABŞ prezidenti The Times of Israel nəşrinə də bildirib ki, İran İsraili məhv etməyi planlaşdırır və o, Netanyahu ilə birlikdə bunun qarşısını alıb. İsrailin ABŞ hücumları dayandıracağı halda İranla müharibəni davam etdirə bilib-bilməyəcəyi barədə suala isə Trump bu ehtimalı müzakirə etməkdən imtina edib və buna ehtiyac olmayacağını deyib. Sabah ABŞ prezidentinin nümayəndələri Steve Utiko və Jared Kushner İsrailə səfər edəcəklər. Səfər İsrail ilə ABŞ arasında fikir ayrılıqları fonunda planlaşdırılıb. Belə ki, İsrail İranın neft obyektlərinə indirdiyi zərbələrlə bağlı müttəfiqlərin mövqeləri fərqlidir. Amerikalı yüksək vəzifəli təhlükəsizlik rəsmisi Channel 12 telekanalına bildirib ki, İsrail Vaşinqtonu neft infrastrukturuna hücum planları barədə əvvəlcədən məlumatlandırsa da, zərbələrin bu qədər geniş miqyasda olacağını qeyd etməyib. Bugün Tbilisidə baş vermiş faciəli hadisənin 70-ci il dönümü qeyd olunur. Həmin vaxt Sovet ordusu indiki Dedayena bağı ərazisində Josef Stalin abidəsi yaxınlığında toplaşmış dinc nümayişçilərə atəş açmışdı. Aksiya Xruşçovun anti-Stalin siyasətinə etiraz olaraq keçirilirdi. Bu barədə parlamentin sədri Şalva Papaşvili sosial şəbəkədə yazaraq bildirib ki, Gürcü xalqı istənilən dövrdə və şəraitdə hər hansı imperiyanın və ya xarici gücün təsiri altında olsa belə öz milli kimliyini unutmur. Onun sözlərinə görə xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsi daimidir və bu mübarizə heç vaxt dayanmayacaq. Milli Meşə Agentliyinin rəhbəri Besik Amiranaşvili Mtsxetam-Tianet regionunun dövlət nümayəndəsi və yerli özünü idarə etmə qurumlarının təmsilciləri ilə görüş keçirib. Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış meşə islahatına əsasən Milli Meşə Agentliyinə meşələrin fiziki mühafizəsi funksiyası yenidən qaytarılacaq. Bu çərçivədə əlavə olaraq 401 meşə mühafizəçisi işə cəlb edilməsi nəzərdə tutulur. Həmçinin islahat çərçivəsində agentliyin texniki təchizatının yenilənməsi planlaşdırılır. Besik Amiranaşvili eyni zamanda Mtsxetam-Tianeti meşə xidmətinin yeni rəhbəri kimi Georgi Tataraşvilini təqdim edib.